Hər vaxtınız xeyir olsun. Dəyərli izləyicilər, əziz kanalımızın abunəçiləri, xoş gördük hər birinizi. Bugün sizlərə yeni təmirli bir mənzil təqdim edəcəm. Mənzilimiz yerləşir Yeni Yasamalın tam mərkəzində. Bravo marketlə üzbəüz 19 mərtəbəli binanın 7-ci mərtəbəsindədir. 2 otaqdan 3 otağa studiya şəklində düzəlmə bir mənzildir. Burada giriş qapısını görürsünüz. Giriş qapıdan daxil olduqda sağ tərəfdə belə bir 4 qapılı qardirob mebeli quraşdırılıb. Dəhliz hissəni görürsünüz. Kifayət qədər genişdir. Bütün otaqların giriş hissəsi dəhliz hissəyə açılır. Solda mənzilin sanitar qovşağı, əsas yataq otağı, ikinci yataq otağımız, kiçik yataq otağı və burada isə mənzilin studiya zalı yerləşir. Daxil olduqda görürsünüz, burada belə bir mətbəx mebeli quraşdırılıb. Keyfiyyətli materiallar əsasında quraşdırılıb mətbəx mebeli və tavana qədər yığılmış şəkildədir. Sinəli tökmə mərmərdir. Burada da soyuducunun yeri nəzərə alınıb, həmçinin sobanın da yeri nəzərə alınmış şəkildədir. Döşəmə isti döşəmədir. Burada isə zal hissə yerləşir. Görürsünüz, bu formadadır. Burada döşəmə laminatdan istifadə olunub. İşıqlandırmada lüstr, spot işıqlar, gizli işıq və buralardan istifadə olunmuş şəkildədir. Həmçinin twistent də quraşdırılıb. Yuxarıda gördüyünüz kimi dartma tavandır. Kifayət qədər genişdir, 90 kvadrat ümumi sahəsi var mənzilin ümumilikdə. Daxil olaq buradan mənzilin eyvan hissəsinə. Burada eyvanımız yerləşir və qarşısı açıqdır, heç bir maneə kəsmir, görürsünüz. Gün düşən işıqlı bir mənzildir, İnşaatçılar metrosu istiqamətdə və şəhər istiqamətində baxışı var. Burada kombi aparatı quraşdırılıb və qaz sayğacımız da orada yerləşdirilmiş şəkildədir. Daha sonra keçək digər otaqları da sizlərə göstərim. Yenidən qayıdaq dəhliz hissəyə. Burada əsas yataq otağımız yerləşir. Bu yataq otağımız da olduqca genişdir, tam təmirlidir. Burada da spot işıqlar, lüstr, buralardan istifadə olunub, həmçinin pərdə quraşdırılıb və kombi radiatoru da yerləşdirilmiş şəkildədir. Burada da döşəmə laminatdır. Mənzilin açarları bizdədir. Günün istənilən vaxtı baxmaq mümkündür. Binada qaz su işıq fəaliyyəti daimidir. Binanın geniş həyəti və yeraltı qarajı mövcuddur. 3 mərtəbədir. 2 sürətli lifti həmçinin var. Burada kiçik yataq otağımız yerləşir. Görürsünüz. Əslində proyektdə bura mətbəx hissi olub. Mətbəx ora köçürülərək burada belə bir 3-cü otaq yaradılıb və burada kifayət qədər geniş sahəyə malikdir. Qarşısı açıqdır. Burada həmçinin şəhər istiqamətinə baxmaqdadır. Daha sonra sanitar qovşağını da göstərim. Ondan sonra ümumi məlumat və qiyməti açıqlayacağım. Burada sanitar qovşağı yerləşir. Bütün aksesuarlarla təmin olunub. Döşəmə isti döşəmədir. Burada duş kabinanın yeri qoyulub. Görürsünüz, bu formadadır. Belə izləyicilər, mənzil haqqında bir məlumat verim. Mənzilimiz yerləşir Yeni Yasamalın tam mərkəzində, Bravo marketlə üzbəüz Şərur İnşaatın binasında yerləşir. 19 mərtəbəli binanın 7-ci mərtəbəsindədir. 90 kvadrat ümumi sahəsi var. 3 otaq, studiya tipli bir mənzildir. Yeni təmirlidir. Təmirdən sonra yaşayış olmayıb. Qaz su işıq fəaliyyəti daimidir. Mənzilin qiyməti 220.000 manat start qiymətdir. Real alıcıya mənzilə baxdıqdan sonra endirim olunacaq. Açarlar bizdədir. Gün istənilən vaxtı baxmaq mümkündür. Sənədlər müqavilə əsasındadır. Bina ümumi kompleks kupçalıdır. Sadəcə olaraq bu yeni tikilib bloklar olduğu üçün bura hələ ki kupça verilməyib. Yaxın aylarda burada kupça veriləcək. Mənzil haqqında bu qədər. Sona qədər izlədiyiniz üçün təşəkkürlər.